Salam əziz değerli izleyiciler. Bugün size Qoç bürcünü təqdim edirəm əzizlərim. Bax, gözəl bir yolunuz var, ama bu yolda biraz çətinliklər var. Yolda xəbər mi gözləyirsiniz? Bir yoldan gecikmiş bir xəbər mi? A hərfi, F hərfi, E hərfi. Bax, anidən arzuladığınız bir yol siz için açılır. İlahidən güc sizi qoruyur elə bir. Belki de elə bir insana sənin vaxtıyken köməyin deyib ki, ilahiden qarşına gözəl bir şeyler gelebilecek. Bir üzləşmə, bir hesablaşma. Birilerine güvəndiyi və görə deyirsən, mən bu insana niye güvendim? Bir qadınla bir kişi elə bir yollarda bir ziyanlığımı gətirirlər, yoxsa yolunda neyse danışıq aparırlar. Yani ya seni yönlendirmek istəyirlər. Üçüncü şəxslərin pis niyetli şəxslər çevrəndə hələ dolaşır əzizim. Sənə qarşı peşman olan biriləri var. Ama neden şübhələnirsənsə əziz Qoç, o doğru olabilecek. Çalışırsan ki, özlüyündə heç kimə artıq güvənməyim. Səbirsizcəsinə qərar almısan elə bir. Aldığın qərarla üzləşə bilərsən. Övladın varsa bir problemi ola bilər. Ailə dəstəyi olacaq elə bir. Bəlkə də bir küsülülük varsa ortada, o küsülülük keçib gedəcək. Gözləmədiyin qonağın gələ bilər. Hərəkət edə bilmirsən, bəzən əngəllər qarşına çıxır. Xəstəxanada mı, cəzaevində yatan biriləri bir peşmandır sizə qarşı. Maddiyatla əlavə bir qarşına bir maddiyat gələ biləcək. Hak ettiğin için mücadele edeceksen, ortaklık işe addım ata bilmirsən, bəzən düşünürsən, ama güzel bir başlanğıc edeceksin. Sənə dəstək olanlar olabilecek, güzel sonuç əldə edə bilərsən. Bir əlinə məktub mu, bir kağız mı gəlir? Ya aldadıldın mı, arkadan iş mi çevrildi? Onu da bilmədiklərin var. Saxta insanlar o hayatında oldu. Onları yavaş yavaş uzaq edeceksən. Keçmişin yaralarını yavaş yavaş bağlayırsan. Cəsarətli olacaqsan, qazanmaq üçün hərəkət edəcəksən. Hər şeyi beyninə taxırsan, bəzən düşünürsən, yorğunluqların var. Sinir sistemi ani sinirinlə öfkələnib partlama ola bilər. Bədənin sənə bəzən siqnal verir. İçində sizi tükədən bəzi şeylər var əziz Qoç. Amma təmiz qəlbin var. Olacaq şeyləri də əziz Qoç öncədən hiss edə bilirsən. Yalan dolanla işin yoktu. Allah eləmən bir yalanın olsa da o yalanı özün, yani yalan danışa bilmirsən. Üzə çıxır yalanlar. Yuxuları düz çıxır, yuxularınız hiss etdiyiniz yani bəzi şeyler düz olur. Allah'ın elə bir himayəsində siz əziz Qoçlar. Kim ki sizə əziz Qoçlar yanlış edərsə, inanın ki cəzasını tapar. Artıq bəzi insanlara bəzi şeyləri subut etmeyi sevməzsən. Qarşındakı bəzi işlərə ilk addım atmağa çəkinməzsən. Əgər qarşındakı doğrudan sevirsənsə, ona güvənirsənsə, addım atmağa çəkinməzsən əzizim. Həyatın, sevdiyin insanı həyatın mərkəzinə alırsan əzizim. Kartları da açıq oynamağı sevirsən. Sinsilik sənlik deyil əzizim. Özünə sadiq olan, yəni sənə sadiq olan insanı yarı yolda qoymazsan heç vaxt. İhtiyacın olan zaman yanında olmayan insanları unudacaqsın artıq. Attığın addımına əmin olaraq addım atacaqsan. Dəqiq insansan. Ayaqların üzərində duraraq liderliyi bacarırsan əziz Qoç. Sizin sevginizin həddi hududu olmur. Həyatına giriş ən gözəl duyğudur. Yani çok vaxt her bir şeye yanan da sensən. Məsəl var edir, yanan da sensən, yaman da sensən. Həyatında xəyanət də gördün. Bax, sənin həyatına girib alt-üst edənlərin Allah elə bir ki cəzasını verməyini görəcəksən. Zərif insansan, qəlbi təmiz, əli açıq, kövrək insansan. Düzdür, bəzən dəlsovluğun olur, yəni əsəblərin olur. Ama romantikan da var, sevgi de olur, sevgi de olanda değerini bilirsən. Bir dostundan da bir yaxın insandan mı inciksən, incikliğini ona deyərək, ama sənin arxandan danışılan dediqodunu xəbər gətirib xəbər aparan insanla da öz sərt sözləri deyəcəksən. Bax, sənə biriləri xəbər gəlib gətirib apara bilər. Bir dostumu, bir yaxınındır mı? Bəlkə də güvəndiyin bir insandır. Dedikodu eləyib kimdənsə söz alıb sənə gətirə bilər. Amma sən onun üzünə gözəl sərt sözünlə deyəcəksən ki, sənin yanında mənim haqqımda danışılanda sən nə yaxşı rahat durdun.
Rahat duraraq da ondan mənə gətirirsən. Yəni o insandan uzaq olacaqsan. Sizdə güvən, qayğı, sevgi var. Lakin əsəbləşəndə gözün heç qarşılığı görmür əzizim. Sən nə edirsənsə sakit edirsən. Amma sənə sahiblensələr, yəni səndən istifadə etməsələr, sən kövrək insansın. Sən o insanı iki əlli tuta bilərsən. Hisslərində də çox vaxt əziz qoç, sən yanılmırsan. Məhkəmə ilə əlaqəli məsələlər, burada mübahisələr bəlkə də olmuş, ola da bilər. Çalış mübahisələrdən uzaq dur. Bir dava, dalaş, bir şikayət içində ola bilərsən. Biraz ona diqqət et, bax ayın axırına kimi. Ruhun bəzilərinizin çox yaralıdır. Bəlkə gənclikdə çəkdiyin əziyyətlər. Elə bir ki, gəncsən, amma ruhun qocalmış kimidir. Çünki çəkdiklərin çox oldu, əziz qoç. Negativliklər, yorğunluqlar səni çox yordu. Qohumdan gələn mənəvi sıxıntılar səni yordu. Bax, çox vaxt öz dilin, sənin öz sözün, yəni danışdığın bir söz sənin öz düşmənin ola bilir. Çünki anidən gözün görmədirsə, qıra bilirsən. Həm özün qırılırsan, həm də qarşı tərəfi qıra bilərsən. Bəzən öz ifadələri və fikir verginə, bu aralar son sözü öncədən deyə bilərsən, başdan söyləyə bilərsən, qıra bilərsən, arxana baxmaya bilərsən. Ailə həyatında biraz qarma-qarışıq və ya valideyn və yaxın insanı birinə qırıla bilərsən. Əziz bax qoç, sən biberiyə, bir də lavanta yağını işlədə bilərsən ki, bu sənə çox belə ruhun güclənir, ruh gətirir sənə, pozitiv ola bilirsən. Çox şeyləri altdan alırsan. Hətta bu yağı dedim, lavanta yağını suya da töküb yaxalana bilərsiniz. Lavanta yağını yataq yerinə, yəni bəzi qoçlarda çünki yuxusuzluqlar da olur. Çox şeylərə səbr edib göz yumdun, səbirli oldun. Amma səbrin tükənir bəzən. Biraz geri çəkilmirsən, gedişatlara baxırsan, güclü görünməyi sevirsən. Amma içində gedən savaşlar, demək istəyirsən, deyə bilmədiyin, öfkəndə bastırdığın qırğınlıqlar, yəni düzdür, güclü görünmək istəyirsən, amma içində çox şey yaşayırsan, əziz qoç. Bax, anidən baş ağrılar, boyun, çiyin, migren ağrıları, bax, sənə siqnal verə bilər, sağlığına fikir vermirsən, elə bir həkimə çox vaxt getmək istəmirsən, qaçırsan, müalicəvi axıra kimi etmirsən, zehnin bəzən sənin durmur, İçinə atıb yük etdiklərin, tək çəkdiklərin var. Bədənin elə bir danışır. Sinirdən bax təzyiq qalxa bilər, təzyiq enib düşə bilər. Yorğunluqların, yuxusuzluqların arta bilər. Biraz sağlığa fikir ver, əzizim. Bax, son ayın sonuna qədər özünə diqqət et, əziz qoç. Hər bir sözü də sağlıqla, şəfanla ifadə etkinən əzim. Bəzən ən böyük cəsarət canını acıdan şeyi açığa dilə gətirməməkdir. Amma gətirməsən də pozitiv irəli gedirsin, əzizim. Önəmli insanlarla görüşün ola biləcək, işdə bir dəyişim istəyirsən, işi dəyişmək istəyirsən, çıxıb başqa işə getmək istəyirsən, çox yüklənmirsən, amma mən deyərdim, hələ tələsmə, 1-2-3 ay gözlə işinə əlaqəli. İnsanların gözünün içinə baxa bilirsən, yəni baxaraq, qorxusuz danışaraq, cəsur olaraq, ayaq üstə dimdik durub elə bir, yəni ayaq üstə dimdik duruşun bəzi insanları qıcıqlandırır. Amma sən qoç, çox vaxt qarşı tərəfdən məsləhət olur, danışıq olur, məsləhət bilirlər, amma sən beynivə qoyduğu edirsən, əziz qoç. Yalanla, dolanla getməzsən, dürüst içiliyində yaşamaq sevirsən, duyğuların sıxılmazdır, biraz belə sıxıcı vəziyyətdə yaşaya bilərsən. Hər an, hər yerdə partlaya bilərsən, çünki içində bəzi şeylər var. Sən sakit bir həyatın aşiqisən. Yəni, heç kim mənə bulaşmasın. Nə də birinə söz anlatmaya çalışmayayım. Heç kəsdən də bir şey istəmirəm. Dümdüz, rahat həyat yaşamaq istəyirəm, deyən var, əzizim. Həyat deyirsən ki, bir kitab kimidir. Hər səhifəsi ayrı bir hikmətdir. Önəmli olan bir şikayət edərək deyil, şükür edərək oxumaq bilməkdir, oxuyub bilməkdir. Yəni, qoç gör, nə qədər sənin beynində savadınla düşüncələrin var ki, bunları hamısını sən düşünürsən.
Bəzi insanlar ətrafında tülkü kimi dolaşır. Bəzi insanlar səndən söz almaq istəyir. Bəziləri üzərindəki dərdi götürməyə çalışır. Birisi sizə maraqlanıb sizə yaxınlaşır. Birisi isə mərhəmətlə yaxınlaşır. Bunları hamısını görürsən. Qəlbivə toxunan insanlara sən yer verirsən. Amma ki, iki oyun oynayan, arxadan başqa, üzdən başqa olan insanlar həyatından çıxarırsan artıq. Çünki sən hiss edənsən, bilirsən, tanıyırsan. Düzdür, sizə səbirsiz kimi olan insanlar kimi baxanlar var. Sən amma o qədər içində savaşdın ki, göstərmədin. Onu bilmədilər. Qıraqdan güclü gördülər səni. Amma sənin uşaqlıq illərində travmalar keçirdin. Çox yollar, enişli, yoxuşlu, dolayı yollardan keçdin. Çox yoruldun. Sakitlik axtarırsan. Ailəvi məsələlərlə əlaqəli, sağlıq məsələlərlə, köçməklə əlaqəli bəzi məsələlər ola biləcək. Çox sınaqlar verdin, əziz qoç. İtirdiyin maddiyyatlar da oldu. Bəlkə də itirdiyin insanlar da oldu, əzizim. Bax, pul sənə tərəf gəlir, əziz qoç. Demirəm ki, əlin pulsuz qalacaq. Xırda-xırda da olsa əlbət pul gələcək. Amma gəldikcə də xərcləyirsən. Bir əlindən gəlir, bir əlindən gedir. Bəziləriniz, hamınız yox. Amma bəziləriniz yığırsınız, düzəldirsiniz, ev sahibi olursunuz. Ya övladın varsa evladın üçün ev sahibi edirsən, gələcəyini düşünürsən və ya nişanlı övladın varsa, biraz övladın arasında, yəni sevdiyi insan arasında küskünlük, inciklik olarsa, yəni tez pis olursan, yəni sevdiyin insan biraz əziyyət çəkəndə onun da fikrini çəkirsən. Çünki mərhəmətlisən. Ona görə də mərhəmətliyindən səndən çox istifadə etdilər vaxtıkən qoç. Yəni çox sui-istifadə edən insanlar oldu həyatında. Amma sən bunlara göz yumdun, bilə-bilə göz yumdun. Elə bildilər ki, sən görmürsən, başın çıxmır. Daha demirlər ki, sən qoç hər şeyi bilənsən, görürsən. Amma sən o mərhəməti geriyə qoya bilmirsən. Çox mərhəmətlisən, əziz qoç. Biraz işlərində bəzi dəyişikliklər ola bilər. Ya iş yerində müdiriyyətlər arasında problemlər yarana bilər. Sizlik bir şey deyil. Birindən güc alıb güclənəcəksən. Hətta qohumları görürsən, gözün görür, kim paxıllıq eləyir, kim rəqabət eləyir, kim sənə qarşı necədir. Bunları hamısını görürsən. Amma biruzə vermirsən, içində çəkirsən, içivə atırsan. Ona görə çox vaxt dərdli olursan. Bax, əziz qoç, birilərini, yəni ya sizə bir işıq, aydınlıq yolu açan birilərinin dəstəyi ola biləcək, ya siz birilərinə kömək dəstəyi olacaqsınız. Bax, nəzər, nəfis, iş yerində biriləri dırdır edir, paxıllıq edir, amma üzvə gülür. Sən sərt danışığına görə çox vaxt bəyənmirlər ki, çünki sən bir də görsən hisslənəndə, düşünmədən deyəndə sənin qarşı tərəfin tez səndən sönür. Amma sənin iş yerində səndən çəkinənlər də var. Niyə? Çünki sözün doğru düzünü deyirsən, əzizim. Biraz maddiyyatla, oyunlarla, yəni birjanla əlaqəli bilmirəm, yoxsa pul qoyursunuz, bir yatırım edib əldə nə isə qazanmaq istəyirsiniz, pul oyunları, nəm telefonla əlaqəli, biraz onlara diqqət edin, əzizim. Yəni pul itkiləriniz ola bilər, şans oyunları ola bilər, biraz diqqət edin. Onlayn işlər görürsünüz, bəlkə də bir musiqi yazırsınız, bəlkə də bir necə qazanc yolu əldə edirsiniz, müştərilər yığırsınız, izləyicilər yığırsınız. İnşallah ki, izləyiciləriniz yavaş-yavaş çoxalacaq. Onlayn yolla ortada, yəni maddiyyat qazana biləcəksiniz. Biriniz bir ziyarətə gedəcəksiniz, gözəl bir ziyarətiniz ola biləcək. Bəziləriniz də namaz qılmağı öyrənirsiniz, ya namaza təzə başlamısınız, Allah qəbul etsin. Bir dənə övladın şad xəbəri və ya məktəbinə, ya sınağına əlaqəli bir şad xəbər eşidəcəksiniz. Biraz ürəyin doludur, biraz qara-qara düşüncələri kənara atqinən. Düzdür, ailə içində bəzi narahatçılıqlar var, bunlar da keçib gedəcək, əziz qoç. Diqqətinizə, bir də ki, rəfiqədən, dostdan özünü gözlə, əzizim. Dost deyən insanlara biraz diqqət et. Diqqətinizə görə var olun, sağ olun.